Tehran üçün Zəngəzur dəhlizi məsələsi aktuallığını itirib. Politolog Zərdüş Əlizadə bunu Today Press açıqlamasında deyib. Analitik hesab edir ki, hazırki siyasi proseslər İranın bu məsələdəki mövqeyinə də təsir edib. Bölgədə baş verən hadisələr, siyasi proseslər İranın Zəngəzurla bağlı ilkin mənasız və əssiz inadcıl tərs mövqeyinə təsir göstərib, İran addım-addım həmin yanlış mövqedən geri çəkilməyə məcbur olub. Vaxtilə heç bir əsas olmadan Zəngəzur dəhlizinin açılmasına etiraz edən İran indi artıq həm öz ərazisindən Arazın sağ sahili boyunca dəmir yolu, sosial yolu çəkilməyinə razılıq verib. Həm də ki, demək ki, Azərbaycan-Ermənistan arasında Nəqli yolunun açılması ilə bağlı əgər hər hansı bir razılaşma əldə edilərsə, etirazların geri çəkib, artıq əvvəlki kəskin etiraz səsləri eşidilir. Həm də ki, indi İranın başı dərdədir. Zərdüş Əlizadə Tehranın bu mövzudakı səssizliyini Amerika və İsrailin İrana gözlənilən hücumu ilə əlaqələndirib. Amerikanın İsrailin birgə hücumu gözlənilir və indi artıq Zəngəzur məsələsi aktuallığını itirib. Qeyd edək ki, aprel ayında İran prezidenti Məsud Pezeşkiyan Azərbaycana səfər edəcək. Pezeşkiyanın səfəri zamanı Zəngəzur dəhlizinin açılması məsələsinin də müzakirə olunması gözlənilir. Qiymət Mahir, Today Press.